Herkese Allah'ın salamı olsun. Qarayevdəyik bugünkü gündə. Bu yolda Hasan xidməti kommunal aparılan yoldur. Və Allah'ın salamı olsun 65 min manata 3 otaq kupçaya yararlı olan sənədi və qaz idarəsinin hazırda gördüyünüz arkasında yerləşir Yek Əmlak. Bugün Qarayevdə 3 otaqlı 65 min civarında olan evdən sonra yenə dediyim kimi kredit dedi falan deyir. Cəmi 65 min manatdır. Allah evi olmayanlara Allah ev qismət etsin. Buyuraq inşallah evimizə baxaq. Bəli, bax həmin bu evdən söhbət gedir və istipolumuz, radiatorumuz və mətbəximiz və buradan da deməsən bir də istəsiz belə deyil. Arkada düzəldə bilərsiniz ki, kam qapı qoyasınız, mətbəx ayrı olsun. Sanitar qovşağımız evin içində və bir günləri həqiqətən də olmayanlara Allah qismət etsin. Ehtiyac olanlara, kim ki ev axtarır, büdcəsi azdır, ev üçün belə necə deyim, kreditlə, ya falanla ev axtarırsa Allah nəsib eləsin. Hər bir yolunu Allah inşallah açıq eləsin. Və inşallah keçid təqdimat edilməkdir və buradan deyim ki, sizə sənədimiz köhnə sənədlərdən kupçaya yararlı sənəddir. Allah, evi olmayanlara Allah ev qismət etsin. Gördüyünüz kimi, bax bu bizim zalımızdır, qonaq otağımızdır hal-hazırda. Yenə istipolla təchiz olunub. Buradan da girişdə bax belə bir yataq otağıdır hal-hazırda. Var, bəllidir. Buradakı otaqda yataq otağıdır. Bax belə. Qiymət də nasib bir qiymətdədir. Gəlir. Sanitar qovşağımız da hazırda istifadədən ibarətdir. Hal-hazırda evimizdə kürsüdür, 5 daşdan kürsüsü var hal-hazırda və buradan da demək istədiyim odur ki, bugünkü gündə həqiqətən evimiz də balıq belidir. Qiymət də nasib bir qiymətdədir. 65 min manata kupçaya yararlı olan sənədi var və qiymət də cüzə indirim olacaq. Allah evi olmayanlar Allah ev qismət. Allaha əmanət olun.